Fiziki işlə məşğulam, istəyəm özüm. Hə. Həftədə olmasa ayda bir dəfə, 2 dəfə məndə görsən əl əsmə olur. Ondan sonra nəsə tərzəmə, nəfəs alanda tərzəyirəm. Yəni belə bir şeylər doktordan soruşmaq istəyirəm. Çəkin nə qədərdir? Çəkin nə qədərdir? Kilon nə qədərdir? 1.70-dir boyum. Boyun, hə. 1.72-dir boyum. Ancaq çəkim azdır, xahiş edirəm, müəllim, sizə baxıram buradan. Çəkin nə qədərdir? Yemirdən azdır, çox azdır. Çəkim 65-dir. 65-dir. Yəni onun danışığından hiss elədim, nəfəs ala bilmir. Güclə danışır. Təşəkkür edirəm doktora qulaq. Təşəkkür edirəm doktora qulaq. O hərdən bir əlin yaşı neçə oldu? 76-cı ildən də 50-yə yaxın yaşı var. Əlin hərdən bir əsməyi. 50. Əlin hərdən bir əsməyi. O yaşda çox tezdir. Parkinson xəstəliyi deyilən bir şey var. Əldə görürsən bir əldə, ya iki əldə ilkin olaraq əsir keçir. Ya bir tutanda əsmir, boş qalanda əsir və get-gedə artır. Onun mütləq vaxtında üstünə düşüb müalicə eləmək lazımdır ki, gələcəkdə gərginliklər yaşamasın. O təngi nəfəslik məsələsi də orada mütləq yoxlanmalıdır ki, onun bronxlarına və ağciyərlə bağlı təngi nəfəslidir, yoxsa ürək damar çatılmazlığına, yoxsa ümumiyyətlə ürək çatılmazlığına, nəyə bağlı olan təngi nəfəslik aydınlaşmalıdır. Hətta bəzən ürəklə əlaqədar ritm pozğunluğu olur, ürək normal vurmur, paroksimal takardiyamı ya sərci aritmiyamı, ürək normal qanı vura bilmədiyi üçün durğunluq yaranır, son nəticədə də təngi nəfəslik yaranır. Yəni mütləq Gəlməlidir yanımıza. müayinə olmalıdır.